Körpüdən axın istiqamətində kater və sal yola düşdü. Kater 30 km getdikdən sonra geri döndü və 21 km gedərək salla rastlaşdı. Çayın axma sürəti 3 km/saat olarsa katerin durğun sudakı sürətini tapın. Uşaqlar, ilk öncə katerin durğun sudakı sürətinə nədir? X. Katerin sürəti V. Kater bərabər nəyə? X-ə. Çayın sürəti isə nəyə bərabərdir? 3 km/saat. Uşaqlar, bu körpüdən eyni vaxtda axın istiqamətində kater, bu olsun bizim katerimiz və sal yola düşdü. Uşaqlar, sal bu taxta parçası deyil mi? Sal yola düşdü. Kater 30 km getdikdən sonra, məsələn, bu kater müəyyən qədər gəldi, 30 km getdikdən sonra geriyə qayıtdı nə qədər? 21 km geriyə qayıdaraq salla rastlaşdı. Deməli, bu geriyə 21 qayıdandan sonra sal gəlib çıxıb buraya, eləmi? 30 gedib 21 qayıdıb, bu arasındakı məsafə nə qədər bu məsafə? 9 km. Deməli, bu kater 30 km gedib, axının əksinə 21 km qayıdan zaman müddətində sal nə qədər yol gedəcək? 9 km. Bu aydındır hamıya? İndi kater ilk öncə çayın axını istiqamətində gedir, düzdür? Axını istiqamətində getdiyi zamanı tapmaq üçün getdiyi yolu bölürəm, axınla olanda katerin sürəti plus çayın sürəti. Yəni x plus üstə gəl. Geriyə qayıtdığı zaman olacaq 21 bölüsün, artıq geriyə qaydanda çayın axınının əksinə gələcək, düzdür? Axının əksinə gələndə nə edirdi? Katerin sürətindən çayın sürəti çıxırdı. Bərabər. Bu zaman, uşaqlar, bu zaman nəyə bərabər olacaq? Salın 9 km getdiyi zamana. Bəs salın surəti elə çayın sürəti ilə eynidirmi? Sal taxta parçasıdır. Taxta parçasının sürəti yoxdur, düzdür? Çay hansı sürətlə hərəkət edirsə, salda həmin sürətlə hərəkət edəcək. Bu 9 km-li sürət 3-dürsə, deməli, zaman nə qədər olacaq? Gedilən yolu böləsən sürətə. 9-u böləcəm 3 saat. Deməli, bu katerin gəlib, qayıtdığı zaman da elə nəyə bərabər olmalıdır? Salın gəldiyi zamana, yəni 3 saata. Aydındır. Demək, ortaq məxrəcə gətirsək, x plus 3, yəni elə birbaşa x kvadratı çıx 9 yazıram. Bu ifadəni x plus 3'ə böləndə x 3 olacaq, 30'a vuranda olacaq 30x çıxılsın 90. Düzdür mü? Üstə gəl 21x plus 63 nəyə bərabərdir? 3'ə. Demək, burada olacaq x kvadratı çıx 9'da 30x ilə 21x'i topladım, olacaq 51x. Mənfi 90'ın üstünə də 63 gəldim, olacaq mənfi 27 bərabərdir nəyə? 3'ə. Çarpaz vursaq 3x kvadratı çıxılsın 27 bərabərdir 51x çıxıb 27. 27'lər islah oldu. 3x kvadratı çıxılsın 51x bərabər 0'a. 3x'i də mötərizə xaricine çıxardır. X çıxıb 17 yazsam bərabər 0'a. x1 bərabər 0, x2 bərabərdir 17. Əlbəttə ki, bu hərəkət edirsə bunun sürəti 0 deyil. Sürət olacaq 17-nə km/saat. Bir də nələrə diqqət eləməliyik? Sürət məsələn km/saat olanda ola bilər zamanı digər zamanı verər dəqiqə ilə onu nə çevirməlisən saata. Yəni eyni vahidlərdə olmalı. Aydındır? Sağ olun. Gedəniz sizlərə qalsın.